Türklər tarixdə bir çox canlını özlərinə simvol olaraq seçmişdi. Məsələn, Səlcuqu dövlətinin simvolu şərq və qərbə baxan bir şahindir. Səlcuqu dövləti həm şərqi, həm də qərbi tutmuşdu. Hun imperatorluğunun simvolu əjdahadır. Səfəvi dövlətinin simvolu isə qüdrətli bir aslandır. Türklər bir çox canlını dövlətin simvolu olaraq seçmişdi. Amma bütün simvolların üstündə bir simvol var ki, bütün türk xalqları onun ətrafında birləşir. Bu simvol bozqurddur. İndi türklərin niyə bozqurdu özlərinə simvol olaraq seçdiklərini deyəcəm. Türklər hilal, Azərbaycanın da Qarabağ müharibəsində işlətdiyi taktikanı bozqurdlardan öyrənib. Bu hadisə belə baş verib. Ayağı axsaq bir qurd türk obasına yaxınlaşıb. Həmin obadakı itlər bu qurda tərəf gediblər. Qurd geriyə qayıdıb və itlər onun dalına düşüb. Sonra isə qarşıda hilal, yəni aypara kimi düzülən qurdlar itləri təliyə salıblar və itləri oradaca parçalayıblar. Qədim türklər bu taktikaya diqqətlə baxıb və onu öz düşmənlərinə qarşı işlədiblər. Dünya tarixində bu hücum taktikası Turan taktikası və ya hilal taktikası olaraq qalmışdı. Həyat şərtləri insanlarda olduğu kimi bozqurdlar üçün də çətindir. Buna görə də bozqurdlar bir liderin ətrafına toplanmalıdır. Əgər qurdların lideri yaxşıdırsa, onlar hücum edərək bütün heyvanları tək-tək ovlayırlar. Türklərin tarixi də eynən belədir. Türklər yaxşı bir lider tapdıqda onun ətrafına toplanmış və düşmənlərinə qorxu salmışdı. Buna misal olaraq Teoman xanı, Fatih Sultan Mehmeti, Şah İsmayıl Xətayini, Mustafa Kemal Atatürkü və s. deyə bilərik. Bozqurdlar ovçuluqda usta canlılardır. Qurdun dadına baxmadığı bir canlı yoxdur. Türklər də ovçuluqda çox ustadır. Hətta Göktürk imperatoru olan İşparaq xan bir gündə 17 maral vurmuş, həmin gün İşparaq xanla ova gedən Çinlilər təəccüblərini gizlədə bilməmişdilər. Bəzən tək gəzən qurdlara rast gəlinir və həmin qurdlar gəlib hər hansısa bir qurd sürüsünün lideri ola bilirlər. Bu türk tarixində də belədir. Səlcuqu dövlətinin hökmdarlarının olan Sultan Səncər, atası Melikşah hökmdar olduğu halda 22 ildən artıq Nizam-ül-Mülk Həsənlə birlikdə qurdlar özgürlük üçün canlarından keçən canlılardır. Türklərdə də bu eyni ilə belədir. Türklər hər zaman azadlıq eşqi ilə yaşayan bir xalqdır. Lakin Çinin Sincan ərazisində yaşayan Uyğur türkləri azadlıqlarından məhrum bir şəkildə yaşayırlar.